27 fevral çok güclü bir astroloji gündəyə gəzdirim. Bu gündə önemli olacaq arzularınızı oturup dəftərdə, vərəqdə qeyd etməkdir. 101 veya 1001 arzu texnikası. Bu texnikanı Ali Magiya Akademiyasında tələbələrə verirəm. Buradaki önemli məqam hər bir arzunuzu yazmaq, qeyd etmək və artıq olmuş, real bir anlamda, müsbət anlamda. Və sonra isə əzizlərim, hər bir arzunun qarşısında isə bu sualı vermək ki, niyə mən bu arzunun yerinə yetməyini istəmirəm? Burada tamamilə özümüzdən səmimi oluruq və cavab verərək, mən istəyirəm evim olsun, mənim evim var. Niyə mən evimin olmağını istəmirəm? Çünki bunu dedikdə biraz evi ağır hiss edirəm, sanki ev əl çatmazdı. Mən hələ onu əldə etmək üçün çoxlu işləməliyəm, mənə ağır gəlir. Və ona görə də bugünkü reallıqda həmin o evə sahib deyilik hələ. Bu nə deməkdir? Mən artıq arzunu qeyd etdim və sual, niyə arzunun yerinə yetməyini istəmirəm? Blok açıldı və ondan sonra artıq o arzunuzun yerinə yetməyində maneələr real aləmdə, fiziki aləmimizdə qalxmış olacaq. 27 fevral çox güclü astroloji gündə otururuq, arzularımızı qeyd edirik əzizlərim və niyə olmağını istəmirəm sualına cavab verərək bugünkü gündə arzularımızı bərk etmiş oluruq. Çünki bu artıq real aləmdə bu arzuya yatırım etdiniz, enerji verdiniz, diqqətinizi, fokusunuzu yönəltdiniz və onun yerinə yetməsi reallaşacaq.